Bismillahirrahmanirrahim. Başlayıram bağışlayan, rəhm eləyən, mərhəmətli, mehriban Allahın adı ilə. Allah ibadət itaətlərimizi qəbul eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah cəmaatımızı qorusun. Yaralı qazilərimizə Allah özü şəfa versin. Və bu günləri Məhərrəm ayının 3-cü günüdür və gələn ildə bu vaxtı, bu günləri, ayları qeyd etməyi bizlərə və arzusunda olan insanlara Allah nəsibi qismət eləsin. Təbii ki, Quran-ı Kərim Peyğəmbərimizə nazil olmuşdur. Ayələrin bir hissəsi Məkkə və yaxud da Mədinə şəhərində Peyğəmbərimizə nazil olub. Quran-ı Kərimi, dinimizi qoruyub yaşatdı Həzrət İmam Hüseyn ağa, əhli əyalın, yaxınların qurban verməklə dinimizi yaşatdı və Həzrət İmam Hüseyn ağa Kərbəla yaratdı. Amma Kərbəlanı yaşadan, qoruyub saxlayan və eyni zamanda onun bacısı Həzrəti Zeynəb salamullahi əleyha oldu. Cəbrail əleyhissalamın iş prinsipi Peyğəmbərimizə vəhiy gətirmək idi. Mən bu günləri istərdim 3 aktual məsələ haqqında müəyyən nüansları əziz möminlərin diqqətinə çatdıram. Cəbrail əleyhissalam hətta Peyğəmbərimizə buyurdu ki, əgər mən yer üzündə yaşasaydım, Allaha ibadət etsəydim, heç vaxt 3 işi heç vaxt mən tərk eləməzdim. Və başlayır onları bir-bir qeyd eləməyə. Birincisi bundan ibarətdir ki, müsəlmana su verməyi. Yəni, ən önəmli məsələlərdən biri də budur ki, insanlara kömək etmək, insanlara sədəqə vermək və su vermək. Su ən önəmli məsələdir. Çünki İmam Hüseyn əleyhissalamı hətta qətlə yetirəndən sonra orada məsələ su məsələsi idi. Hətta mübarək bədəninin üzərindən ad süvarilərini keçirdilər. İkinci, Cəbrail əleyhissalam buyurdu ki, ailəli insanlara kömək etməyi. Yəni, yaxşı olar ki, insanlar xüsusən də ailəli insanlara kömək etsinlər. Ailəli insanın ibadəti subay insanın ibadətindən ən azından qat-qat üstündür, Peyğəmbərimiz buyurur. Sonra üçüncü məsələni Cəbrail əleyhissalam buyurur ki, insanların günah və eyblərini örtməyi. Əgər mən görsəydim ki, insanlar günah edirlər, insanların hər hansısa bir eybləri, nöqsanları var, Cəbrail əleyhissalam buyurur ki, ey Allahın Rəsulü, mən çalışardım ki, həmən eybləri, həmən günahları örtüm, qoy digər insanların günahlarını, eyblərini görməsinlər. Hədislərimizdə özü qeyd olunur ki, müminin 70 eybini gizlətməsə, o mömin sayılmaz. Gör, nə dərəcədə dəyəri var. Sonra Peyğəmbər əleyhissalam buyurur, müminin hörmətindən danışır. Həqiqətən də müminin hörməti Kəbənin hörmətindən 70 dəfə üstündür. Bu, dinimizdə önəmli məsələlərdən biridir.